Bugün ardıcıllıqlar mövzusuna baxacağıq. Ardıcıllıqlar əslində elə də çox çətin bir mövzu deyil. Düzdür, imtahana bəzən biraz çətin sual da düşür, biraz fərqli sual da düşür. Amma ümumi format olaraq ardıcıllıqlar tələbələrin mən deyərdim ki, sevdiyi mövzulardan biridir. Sual tipləri əslində azdır. Sual tip olaraq suallar azdır. Amma ümumi format olaraq belə götürsək, yəni dövlət qulluğu tələbələrinin yaza biləcəyi sual tiplərindən də əsas. Magistr dövlət qulluğu imtahanlarında demək olar oxtal suallar düşür. Bir dənə fərqli sual tipi var ki, o biraz düşmür. Qalan amma əksər suallar eynidir. İndi nə edirik? Bax, birinci tip ardıcıllıqlarla tanış olaq. Birinci tip ardıcıllıqlar, gəlin elektronun qəbuldan baxaq. Deməli, ardıcıllığın əsas silahı odur ki, ardıcıllığın əsas yolu odur ki, sən artımları qeyd eləməlisən. Ən birinci vacib olaraq. Nədir burada məsələ? Bax, belə bir müəyyən bir ardıcıllıq verir sənə, deyir növbəti hədd hansı olacaq. Nə edirsən? Bax, ardıcıllığın əsas məqsədi odur ki, sən üstündə artımların qeyd edəsən. Bu nə deməkdir? Bax, məsələn, 3-dən 27-yə gəlməyin çox üsulu var. Kuba yüksəldə bilərəm, nə bilim, 9-a vura bilərəm, 24 gələ bilərəm üzərindən. Ehtimallar çox. Amma məsələn, 27-dən 36-ya gələndə, 27-dən 36-ya gələndə ancaq üzərinə 9 gəlməliyəm. 36-dan 4-ə gəlmək üçün 9 çıxmalıyam. Üzrə 9-a bölməliyəm. 4-dən 13-ə gəlmək üçün üzərinə 9 gəlməliyəm. 13-dən 117-yə gəlmək üçün 9-a vurmalıyam. 117-dən 126-ya gəlmək üçün üzərinə 9 gəlməliyəm. Baxıram ki, hamısı 9 ilə əlaqədardır. 3-dən 27-yə necə gələcəm? Deməli 9-a vurmağım. İndi sizcə növbəti hədd nə olacaq? Növbəti sistemimiz nə olmalıdır? Nə düşünürsünüz? Bölmə olacaq da elə bilirəm ki. 135 olar mənim burada. Yox, 135 olmaz. Üsul Bu da olacaq bölmə 16 bölmə. plus Bölürük. 4 plus 4 Üsul plus bölmə Yer olacaq. variantında 14. Bəli, çünki bax necə gedib ardıcılığım. Vur, topla, böl, topla. Vur, topla, indi böl olmalıdır, düzdürmü? Bölmə olmalıdır, olur, cavabım 10-dur. Bax, bu standart ardıcılıq. Hansı ki, bax, bu tip ardıcılıqlar çox istifadə olunur. Misal üçün, bax, bu sual da ondandır. Bu sualı siz özünüz tapın, çat bölməsinə yazın cavabı, səsli deməyin. Burada nə olacaq? On beş edəcək burada məncə. Aha, bəli. Artımları yazanda bayaqki sual kimidir. Bax, burada çıxıb 3, vurub 3-ə, üstə gəl 3, bölüb 3-ə, çıx 3, vur 3. İndi üstə gəl 3 olmalıdır da. Belə çıxma, vurma, toplama, bölmə. Çıxma, vurma, toplama olmalıdır. Bəli. Cavab olacaq 15. Bax, məsələn bu sual. Dördüncü sual. Burada nə edəcəyik? Vur 2 plus 1. Ay sol. Baxıram ki, ədədlər təxminən 2 qat artır. Təxminən 2 qat böyüyürlər. Bax, 2-yə vurub üstünə 1 gəlirəm hər dəfə. Bax, hər dəfə 2-yə vurub 1 gəlirəm. 2-yə vurub 1 gəlirəm. Eyni şey gəlib çıxır. İndi 79-u 2-yə vurub 1 gələndə olacaq 150. Ola bilər ki, bax, bunu belə də tapanlar olsun. 4-dən 9-a gələndə 5 artıb. 9-dan 9-a gələndə 10 artıb. Bundan buna gələndə 20 artıb. Buradan da bura 40 artıb. İndi neçə artmalıdır? 80 artmalıdır.
Üstünə gələndə 79-un 80 olur 159. Bunu iki cür üsulla nə etmək olar? Tapmaq olar. Misal üçün, bəzən bu formalı sual da gəlib düşür imtahana. E, Bu tip suallarda məqsəd nədir? Baxıram ki, burada məsələn, bax, belə deyək də, sən birdən başlamışam, 5-6 mərhələ sonra gedib çıxmışam 1400 neçəyə. Necə eləyəcəm? Bax, əgər Bu yəni birdən rəqəmləri cəmidir. rəqəmlərin cəmi ola bilər, amma elə olmur. Baxıram ki, birdən başlayıb 3-4 mərhələ sonra 1000 neçəyə gedirsə, bu 100% ya kvadratlarla artır, ya da neçəyəsə vurur. Bax, sən 11-dən 47-yə necə gələrsən? Təxminən. 11-i 40 neçə eləmək üçün 100% 4-ə vurmaq lazımdır. 11-i 4-ə vuram olur 44. 44-ün də üstünə 3 gəlməliyəm ki, alınsın 47. Və 4-ə vurub 3 gəldi. İndi digərinə baxırıq. 3-dən 11-ə gəlmək üçün bu sistemi təxminən belə bir sistem necə yarada bilərəm? 3-dən 11-ə gəlmək üçün 3-ü vururam 3-ə, eləyir 9. Üstünə də gəlməliyəm 2, eləsin 11. Artıq tutursan da söhbəti, bax 4-ə vurub, 3-ə vurub. Deməli, sən burada da 2-ə vurub. 1-i 2-ə vuram 2, üstünə də 1 gəlir. Bax, 2-ə vurub 1 gəlir, 3-ə vurub 2 gəlir, 4-ə vurub 3 gəlir. İndi nə etməliyəm? Vurmalar bax 1-1 artır. Yəni, bax 5-ə vurub 4 gəlməliyəm. O da olur 239. Olmalıdır bu formada. Bunlar standart ardıcıllıqlardır. Yəni 5-6 dənə də verir, deyir növbəti həddi tap. Misal üçün, və ardıcıllıqların yenə deyirəm, əsas silahı nədir? Ondan ibarətdir ki, belə deyək, artımların yazmaq. Bax, 8-dən 12-yə gəlmək üçün 4 artım. 12-dən 24-ə gəlmək üçün 12 artım. 24-dən 60-a gəlmək üçün 36 artıb. 60-dan da 168-ə gəlmək üçün 108 artıb. Burada nə görürsünüz? %8-i 3-ə vurmaq lazımdır. Bəli, bax, artımlar 3 dəfə böyüyür. Yəni, bax, 4-ün 3 qatı 12, 12-nin 3 qatı 36, 36-ın 3 qatı 108. İndi 168-ə nə gəlməliyəm? 108-in 3 qatını, yəni 324-ü. 168-in üstünə 324 gələndə olur 492. Olur belə. Burada indi bir dənə sizə sualım var. Bu sualı özünüz tapırsınız. Cavabı hamı çax bölməsinə yazsın. Burada nə ola bilər? Bəli. Cavab bəli. C variantı eləmiş olur. Doğrudur. Burada da yəni bax 1-ə vurub 1 gəlib, 2-yə vurub 2 gəlib, 3-ə vurub 3 gəlib, 4-ə vurub 4 gəlir. İndi buradan 5-ə vurub 5 gəlməlidir. O da olur 445. Doğrudur.
Misal üçün 31-ci sual. Deməli, bax, burada nə görürəm? Bax, burada əvvəllərdən başlamağın adı yox. Bilirsiniz niyə? Əslində başlaya bilərsən. Bax, artımların yazsan, bundan buna gəlmək üçün 1 gəlir. Bundan buna 2 gəlir. Bundan buna 16 gəlir. Bundan da buna 32 gəlir. Bunlar necə ədədlərdir? Bax, 2-nin misilləri. Görürsünüz? 2 vura gedir. 2-nin misilləridir. 2-nin misilləridir. Bax, 1, 2, indi burada 4 olar, sonra 8 olar. Bax, 1, 2, 4, 8, 16, 32 olsun da, düzdürmü? 7-nin üstünə 4 gələndə eləyəcək 11. Həqiqətən 11-in üstünə 8 gələndə 19. Belə də tapmaq olar bunu. Başqa nə cür tapmaq olar? Bax, əvvəllərdən baxanda tutmaq olmur. Bax, sən 19-dan 35-ə, 35-dən 67-yə gəlmək üçün nə etməlisən? Təxminən 2-yə vurma bax. Bax, 35-i 2-yə vuranda edir 70. 70-dən 3-ü çıxıram olur 67. 19-u 2-yə vururam 38. 38-dən 3-ü çıxıram edir 35. Hər dəfə düsturum nədir? 2-yə vurub 3 çıxmaq. 4-ü 2-yə vururam 8, 3 çıxıram 5. 5-i 2-yə vururam 10, 3 çıxıram 7. 7-yi 2-yə vururam 14, 3 çıxıram 11 və s. Belə gedir. Bunlar normal ardıcıllıqlardır. Buna baxın. Buna baxın nə düşünürsünüz? Bax, burada baxırsan ki, 14-dən 7-yə necə gələrəm? 2-yə bölməklə. 7-dən 10-a necə gələrəm? Üstünə 3 gəlməklə. Hələ ki yazaq. 10-dan 6-ya necə gələrəm? 4 çıxmaqla. 6-dan 30-a necə gələrəm? 5-ə vurmaqla. Yazaq hələ ki. Əslində məntiqli gəlir də 2, 3, 4, əməliyyatlar dəyişir. 30-dan 5-ə gəlmək üçün 6-ya bölərəm. Bundan buna 7 gələrəm. Bundan da buna 8 çıxaram da artıq. Bax, indi nə etməliyəm? Deməli, 9 ilə əlaqəli bir şey olmalıdır. Əməliyyatda nə olmalıdır burada? Bəli. Vurma əməliyyatı olacaq. olacaq. 36. Bəli. Əməliyyatın olacaq vurma. Çünki böl, topla, çıx, vur. Böl, topla, çıx. İndi vurma olmalıdır. 9 vur 4 edir 36. 36-cı sual.
Tamam. Bu belə deyək də, əslində bu biraz görməli sualdır. Bu kvadrat və kub ədədlərlə bağlıdır, qüvvət ədədlərlə bağlıdır. 125 5-in kubudur. Bax, bu 1-in üstü neçədirsə, düzdürmü, bilmirəm. Bu 1 ilə əlaqəlidir, bu da 5 ilə. Aslında bu olacaq 2, bax 3, 4, 5, bu da 6 ilə əlaqəli olacaq, bu da olacaq 7 ilə əlaqəli. Bax, 4-ün üstündə neçə 256 verər? 4 üstü 4. Çünki 4-ün kubu 64 edir, 4 üstü 4 edir 256. Bax, 3, 4, 3 üstü 5 edir də 240. Yəni, ədədlər get-gedə artır, qüvvətlər isə bax 3, 4, 5, bu da 2 üstü 6-dır. İndi yəqin informatikadan bilirsiniz. Burada 1 üstü 7 olur. Bax 1 üstü 7, 2 üstü 6 falan. İndi 6-nın kvadratı olacaq. 7-nin üstündə 1. Yəni 36 ilə 7. Cavabım olur B variantı. Bəli. Biraz görməli bir sualdır. Burada nə olacaq? Hı -hı. Bəli. Və kimsə ekrana yazdı, bəli. Düz yazıb yazmağı. Bax, bəli. Bundan buna 3 gəlib, sonra 1 gəlib, sonra 1 çıxıb təzədən. 3 gəlib, 1 gəlib, 1 çıxıb. Təzədən 3 gəlib, 1 gəlib, 1 çıxıb. Təzədən yenə 3 gəlməlidir, olacaq cavabım 13. Bəli. Bunlar normal ardıcıllıqlardır. Yəni, bir neçə hədd verir sənə, qalan digərlərini, yəni uyğun sistemi tapıb həll etməlisən. Bizdə bir də var intervallı ardıcıllıqlar. İntervallı ardıcıllıq nədir? İntervallı ardıcıllıq odur ki, qızıl qaydası nədir bunun? Baxın. İntervallı ardıcıllıq odur ki, bax, ardıcıllıq biraz uzun olanda adlanır intervallı ardıcıllıq. Yəni, bunu Lorentz desək, bunlar ikili, üçlü ardıcıllıqlar olur. Əgər ki, 2 dənə, 3 dənə ardıcıllığın, 2-3 dənə ayrı-ayrı sualın birləşməsidir. Mən hardan bilim ki, ardıcıllıq sadə ardıcıllıqdır, yoxsa intervallı ardıcıllıq? Onu bilmək üçün, baxın, əgər ardıcıllığım uzun olarsa, 2 dənə sual işarəsi olarsa, 99% hallarda intervallı ardıcıllıq olur. İntervallı ardıcıllıqlar ikili intervalla gedə bilər, üçlü intervalla gedə bilər, bəzən də dördlü intervalla gedə bilər. Onu hardan seçirəm? Bax, birinci həmişə ikili interval kimi baxın. Bunu bax, tullanı getsən, yəni intervallara ayırsan, bir intervalım bu olur. Burada nə görürəm? 516-dan 497-yə gəlir. Yəni 19 çıxmışam. 497-dən 478-ə bax, yenə 19 çıxmışam. 478-dən 459-a yenə 18, yenə 19 çıxmışam. 459-dan indi yenə 19 çıxanda alınır 440. Bu oldu mənim birinci ədəd. Baxıram indi ikinciyə. Bundan buna gələndə 17 çıxmışam. Bundan buna gələndə 21 çıxmışam. Bundan buna gələndə 25 çıxmışam. İndi bundan neçə çıxmalıyam? 29. 29. Bəli, çünki artımlar, bəli, 4-4 artır. Görürsünüz? Tamam, olar bir sual vereyim. Bəli.
Ola bilərmi ki, məsəl üçün beləsinə intervallı olsun da, deyək ki, ikili, üçlü intervalla axırda amma bir dənə sualı qoysun. Ola bilər, bəli. İntervallı ardıcıllıqlarda bir dənə də sual ola bilər. Elə sual düşür imtahana. Aha. Amma mən lap burada göstərirəm sizə. Bəli, ola bilər. Bax, bu oldu ikili interval. İkili interval bilirsiniz nədir? Doğru biləcək. Bax, bu A-dır, bu B-dir. Bu A-dır, bu B-dir. A-dır, B-dir. Bax, bunlar olur ikili interval. Üçlü interval nədir? ABC, ABC, ABC. Bax, bu cür gedir. Dördlü intervaldır ki, ABCD, ABCD. Bax, bu cür nə olur? Getməlidir. Misal üçün, Bir sual verebilirim. bəli, buyurun. İnterval yani biz biraz evvel bir tane de iki sual şareli meselesini sualda görmüştük. Orada o intervallı sual değildi. Ümumiyyətlə intervallı olup olmadığını müəyyənləməyin bir trükü var yoksa Ee, Belə bir dəqiqə, hansı sual idi ki, o ikili idi amma intervallı değildi? Elə bir suala baxdıq biraz ki biz. yukarı kalırsanız birinde oldu iki sual olmuştu. Hatta cevabın biri 7 idi, biri 36 deyəsən o. Hə, bildim, Ayşə, düzdür. Şey, qüvvətlərlə əlaqəli. Hə, ola bilər, yəni artıq bilirsiniz necə, məntiq elə bir şeydir ki, yəni burada konkret bir üsul yox. Belə deyək də, yəni ola bilər intervallı, misal 2 dənə sual olsun amma interval olmasın. Yaxud ola bilər ki, ardıcıllığın uzun olsun amma interval. Ümumiyyətlə qayda nədir? Ardıcıllıq əgər biraz uzun olarsa və yaxud 2 dənə sual olarsa 99% intervallıdır. Amma ola bilər ki, bəli, ardıcıllıq uzun olsun, amma 2 dənə də sual olsun, amma interval olmasın. Amma belə deyək, sən əgər görsən ardıcıllıq uzundur. 2 dənə sual var, yaxud bir dənə də sual var, birinci intervalla bax. Gördün alınmır, ikili interval gördün alınmır, üçlü interval alınmır. Bir neçə üsulu yoxlayırsan görsən alınmırsa, deməli bu sadə ardıcıllıq. Yəni o cür nə, bəli, çaşdırıb şey deyə bilərsən. Yəni o ola bilər, yəni normaldır. Yəni konkret olaraq bir belə deyək də qayda yoxdur. Yəni o sadəcə yanaşmadır. Yəni sualı daha sürətli tapmaq üçün o yanaşma tutmaya da bilər. Yəni bu bir ehtimaldır, belə deyək. Bax, bu da intervallı ardıcıllığı. Çünki çox uzundur, 2 dənə sual var. Bunu ikili interval kimi ayırsan, görürsən çox mənasız olur. Belə də ayırsan, görürsən çox mənasız olur. Amma bunu üçlü interval kimi ayırsan. Bax, üçlü interval nədir? Bax, A, B, C tərcdən. A, B, C, yəni A-lara 1, yəni arada 2 dənə boşluq qoyursan. Arada 2 dənə boşluq qoyursan, arada 2 dənə boşluq qoyursan. Birinci ardıcıllığım nə olur? Birinci ardıcıllığım hər dəfə 6 azalır. İndi olacaq burada 14. İkinci isə bax 29 yenə 2 dənə boşluq buraxırsan olur 23. 2 dənə boşluq buraxırsan 17, 2 dənə boşluq buraxanda olacaq 13. Cavab olacaq. Bir dəqiqə düz gəlmədi axı. 11 6, sən. hə 6, hə. 6. 6 azalır daha az. 11 olacaq. Olacaq 14 və 11. Baxın sən, siz bunu indi izah elədiniz, tamam da aydındır ki, bu üçlü interval oldu. Aha. Mən sadəcə indi bu misalı lap izah eləməmişdən qabaq belə baxanda mən bunu 2-2 gedirdim, onun üstündə çalışırdım nəyisə də həll eləməyə. Mən ümumiyyətlə bilirsiniz o moment maraqlıdır ki, mən bunun harasında tutmalıyam ki, bu ikilidir ya üçlüdür ya dördlüdür. Bax, belə deyim də. Bilirsiniz nəyə görə həm də bu sualı verdim? 2 dənə sual qoyub orada. Amma üçlüdür. Aha. Ola Bax, bilər. mənə orası çatmır ki, mənə bu 2 sual qoyur, həm də üçlü edir bunu. Bilirsiniz necə? 3 sual olanda elə bil ki, 3 olmalı deyildimi bu? Mən bu suallar qalır məndə. Yəni fikrimi çatdıra bildimmi mən sizə? Başa düşdüm. Belə deyim də, normalda gəl bunu 2-2 ayıraq. Bax, görün nəsə məntiqli bir şey varmı burada? Bax, 2 azalır, düzdürmü? 7 azalır, 3 azalır, 10 azalır, mənasız gəldi. Bax, bu birisinə də baxsan, 3 azalır, 6 azalır, 3 azalır, indi deyərsən 6 azalar, olacaq 11.
Amma 11 ilə misal başlayan var. Amma o birisinə baxsam 2, 7, 3, 10. Bir bax yuxarıdakı ardıcıllığın pozulur. Yuxarıdakı ardıcıllığın pozulur. Ona görə də məsələ nədir bizdə? Yəni, o şey baxıb gördük alınmır. İkiliyini başını buraxırsan, keçirsən üçlü intervala. O şey üçlü intervalı yoxlayanda görürsən, hamı. Ola bilər ki, üçlü yox, dördlü intervalda olsun. Dördlü intervalı aslında görmək daha sadədir. Bax, bir dənə burada 11-ci sual var. Mən istəyirəm o sualı sizə göstərim. Məsələn, deyir ki, bax, hansı ədədi, hansı ədədi? Başqa bir ədədlə əvəz etsək, ədədlər qanunauyğunluqla düzəlmiş olar. Bax, yəni bir də ədəd qanunauyğunluğunu pozur. Sizcə hansıdır burada? Aha, bax, bu artıq intervallıdır. Bax, 14, 16, 18, 20. Görürsünüz, 2 artdı. Digəri isə, bax, bundan buna gələndə 3 artıb. Bundan buna gələndə 3 artıb. İndi yenə 3 artmalı idi. 19-un yerinə nə olmalı idi? 17 olmalı idi. 19 mənim ardıcıllığımı pozdu. Buna biz necə yanaşa bilərik? Ümumiyyətlə, burada belə deyək də, qanunauyğunluğu pozan həddi soruşun. Əgər səndən qanunauyğunluğu pozan həddi soruşursa, 90% hallarda tərsinə gedirik. Bu qızıl qaydadır. Əgər bizdən qanunauyğunluğu pozan həddi desə, yəni bu cürdə sual versə, ki, biri qanunauyğunluğunu pozur, bu bilin ki, 99% tərsdən gedirsən. Ola bilər ha, tərsdən gedəndə nəsə alınmasın, onda sən normal düz davam edəcəksən. Bu olur belə. Bax, burada bir dənə qəşəng sual var, mən istəyirəm onu tapaq. Sizdə bu hansı interval olar? Bu 100% intervaldır. Çünki burada o deyir, ardıcıllığın uzunluğunu belə bir deyim var. Deyir, taksi 5 manat aparır. O vaxtı 2022-ci ildə 2021-ci ildə magistr imtahanını informatikadan sual düşürüb. Tələbənin biri səs atdı ki, qrup yoldaşına da, bəs yox, müəlliminə atsa da o səs bir ara viral olmuşdu. Bir bəlli, bir dənə blok sistemi düşmüşdü imtahana. Deyir, bizdən, Bakıdan bizim rayona qədər, İmişliyə qədər idi o blok sistemin uzunluğu deyir. Bu da elə bir şeydir. Bax, gör, çox uzundur ardıcıllıq. Bu, neçə intervallı ola bilər? Dörtlü. Ayşə, 60-dan 55-ə, bəli, 50-yə. onsuz da görmək olur. Ayşə. Dördlü intervaldır. Bax, 60, arada 3 dənə buraxıram, gəlirəm, yazıram 55. Arada 3 dənə buraxıram, 50. Arada 3 dənə buraxsam, bura olacaq 45. Bu tapıldı. Digəri isə, bax, bu sualdan başlayaq da, arada 3 dənə buraxıram, 1, 2, 3, 28. Arada 3 dənə buraxıram, 13. 13, 28, bu 15, 15 artır da, bura olacaq 43. Digərinə baxsaq, bax, 3, 18, 33, göz, bu da 300 artır. Daha doğrusu 15, 15 artır. Digəri də bax, 8, 23 və 38. Bunlar necə artır? Bu ki, dördlü intervaldır. Bu da olur belə.
Misal üçün, axırıncı dövlət qulluğu imtahanlarının birində, hansı ki sentyabr imtahanında, mən indi sualı sizə göstərəcəm. 25 sentyabr BA və BB imtahanında hansı sual düşmüşdü imtahana? Baxın, görün onu kim tapa bilər. İnterval, İnterval əslində çətin deyil, sadəcə biraz görmək lazımdır. Hazırda gördüyünüz 25 sentyabr imtahan suallarıdır. 68-ci sual. Nə düşünürsünüz buna bağlı? Bunu çox tələbə tapa bilmədi imtahanda. Bax, gəlin baxaq. Bundan buna gələndə 2 artı. Bundan buna gələndə 8 artı. Bundan buna gələndə 20 artı. Bundan buna gələndə 38 artı. Artımlar budur. Bu sənə nə bildirir? İndi link atacaq, mən linki göndərəcəm sizə. Oradan qoşulun, oradan davam edək. Buna yazmaq olmalı yaxşı. Gözləyin, yeni linki göndərim, oradan qoşulun.